gözəllik dünyasının sahibi olan Oriflame məsləhətçiləri. Xoş gördük, gözəlliyi və uğuru sevən dostlarımız, qonaqlarımız. Adətən deyirlər ki, insanın gərək qəlbi gözəl olar, amma dədə-babamızın da bir deyimi var ki, gözəllik ondur, 9'u da ondur. Çünki ilk təəssürat çox güclü olur. Yəqin elə buna görədir ki, elə qədimdən dədə-babalarımız da, ana-nənələrimiz də baxımlı olmağa çalışırlar. Saçlarına sığal çəkiblər, rışıldan istifadə ediblər, indiki spraqdan, gül otdan istifadə ediblər, süddən, baldan istifadə olunur, müşkəmbər qoxulanır. İstər Aşıq Ələsgər, istər Molla Pənah Vaqif yaradıcılığından, istər şifahi xalq ədəbiyyatımızda biz dəfələrlə ənlik, kirşan, sürmə, vəsmə, qələm sözlərinə rast gəlmişik. O zaman o məhsulları ətdardan, əczaxanalardan, çərçilərdən alarmışlar. Müasir dünyamızın gözəllik sevən kəslərinin dadını isə bizim sevimli Oriflame məhsullarımız yetir. Alqışlayaq mı Oriflame?